Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 7-ci sinif təşkil sənət fənni KSG 4 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Hansı üslubun geyimi qolları qeyri-adi biçilərdir? Antik, Bizans, intibah. İntibah üslubunda qollar qeyri-adi biçilərdir və bahalı parçalardan istifadə olunardı. Cavab C variantı. İkinci sual. Hansı üslubda şaquli xətlərin və iti bucaqların çoxluğu ilə fərqlənərdi? Bizans, Gotik, Rokoko. Daha çox Gotik üslubunda geyimlər iti bucaqların çoxluğu ilə fərqlənərdi. Cavab B variantı. Üçüncü sual. Menin əsəri hansı rəssama aiddir? Diego Velázquez, Müzəffər Əli, Rasim Babayev. Diego Velázquezin ən məşhur əsərlərindən biri də Meninadır. Cavab A variantı. Dördüncü sual. Mavi rəngin mənası nədir? Gözəllik, həyat, mehribanlıq. Mehribanlıq mavi rəngin mənası hesab olunur. Cavab C variantı. Beşinci sual. Şəkildə geniş yayılan, yuxarı hissəsi məxmərdən tikilən papaq növü hansıdır? Motal papaq, takka papaq, yappa papaq. Deməli, şəkildə geniş yayılan papaq növü takka papaqdır. Cavab B variantı. Altıncı sual. Qarabağda çox geniş yayılan papaq növü hansıdır? Takka papaq, bəy papağı, yappa papaq. Deməli, yappa papaq Qarabağda çox geniş yayılmışdı. Cavab C variantı. 7-ci sual. Gəncədə qış üst geyimi nə adlanırdı? Kürdü, eşmək, küləcə. Gəncədə üst geyimin adı kürd adlanırdı. Cavab A variantı. 8-ci sual. Şamaxıda yaz yay üst geyimi nə adlanırdı? Deməli, çəpkən. Şamaxıda yaz yay üst geyimi çəpkən adlanırdı. Burada da variant olacaq A variantı. 9-cu sual. Naxçıvana aid olan payız üst geyimi nə adlanır? Küləcə, kürdü, çəpkən. Deməli, Naxçıvana olan payız geyimi küləcə adlanırdı. Cavab A variantı. 10-cu sual. Ruhanilərə məxsus baş geyimi nə adlanırdı? Araqçın, əmmamə, yappa papaq. Deməli, ruhanilərə məxsus baş geyimi əmmamə adlanırdı və çalma növlərindən biri idi. Cavab B variantı. 11-ci sual. İspan dilində infante nə adlanır? Kişi, qadın, uşaq. Deməli, infanta qadın idi, uşaq isə infante adlanırdı. Cavab C variantı. 12-ci sual. Kraliçə İzabella de Bourbon əsəri hansı rəssama aiddir? Rasim Babayev, Francisco Goya, Diego Velázquez. Deməli, Kraliçə İzabella de Bourbon Diego Velázquezin əsəri hesab olunur. 13-cü sual. Göy rəngin mənası nədir? Sədaqət, həyat, mehribanlıq. Mehribanlıq mavi rəngin mənası hesab olunur. Sədaqət isə göy rəngin. Cavab A variantı. 14-cü sual. Hansı papaq növlərini tanıyırsan? Deməli, yappa papaq, motal papaq, şiş papaq, takka papaq və şiş qələm papaq. 15-ci sual. Hansı geyim üslublarını tanıyırsan? Geyim üslublarını biz keçdik. Antik, Bizans, Roman, Gotik, intibah, barokko və s. 16-cı sual. Papaq növlərindən birini seçək, rəsmini çəkin. Yəni, motal papaq, şiş papaq və s. Bu papaq növlərindən birini istifadə edərək onun rəsmini çəkməyi tələb edir. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı birinci sual. Hansı papağı bəylər və imkanlı adamlar geyinərdi? Yappa papaq, motal papaq, şiş papaq. Şiş papaq deməli bəylər tərəfindən istifadə olunardı. Cavab C variantı. İkinci sual. Hansı papağı kasıb kəndlilər istifadə edərdi? Motal papaq, şiş papaq, takka papaq. Deyir ki, şiş papağı bəylər və imkanlı adamlar geyinərdi. Motal papağı isə kasıb kəndlilər istifadə edərdi. Üçüncü sual. Boyun ətrafına dolanan uzunsoy yuvarlaq başlıq nə adlanır? Əmmamə ruhanilərə məxsus baş geyimidir. Başlığı isə ətrafına dolanan uzunsoy yuvarlaq başlıq adlanır. Cavab B variantı. Dördüncü sual. Keçmiş dövrdə yalnız cəlladların geyindiyi rəng hansıdır? Mavi, qan qırmızı, sarı. Deməli, qan qırmızı rəngi ancaq cəlladlar geyinərdi. Cavab B variantı. Beşinci sual. Qara rəngin mənası nədir? Kədər, müdrik, həyat. Qara rəngin mənası kədər hesab olunur. Cavab A variantı. 6-cı sual. Əyrici qadınlar əsəri hansı rəssama aiddir? Diego Velázquez, Francisco Goya, Jacques-Louis David. Əyrici qadınlar əsəri Diego Velázquezin ən məşhur əsərlərindən biri hesab olunur. 7-ci sual. Qarabağda istifadə olunan yaz üst geyimin adı nədir? Arxalıq, kürdü, küləcə. Cavab A variantı arxalıq. 8-ci sual. Şəkidə istifadə olunan qış üst geyimi nə adlanırdı? Eşmək, çəpkən, kürdü. Cavab A variantı eşmək. Eşməkdən şəkildə daha çox istifadə olunurdu. 9-cu sual.
Hansı üslubda kvadrat, ulduz, xaçvari naxışlarla bəzədilirdi? Antik, Bizans, intibah. Daha çox Bizans üslubunda kvadrat, ulduz, xaçvari naxışlardan istifadə olunardı. 10-cu sual. Hansı üslubda sadə geniş paltarlar, enli xətlər istifadə olunurdu? Roman, gotik, intibah. Deməli, roman üslubunda daha çox geniş paltarlardan istifadə edildiyi üçün cavab A variantı olacaq. 11-ci sual. Hansı üslub 14-cü Ludovikin üslubu adlandırmaq olardı? Barokko, rokoko və gotik. Barokko üslubu 14-cü Ludovikin üslubu adlandırmaq olar. Cavab A variantı. 13-cü sual. Hansı üslubda ciddi görkəm, ağır geyim istifadə olunardı? Gotik, intibah və barokko. Barokko üslubunda ciddi görkəm, ağır geyim istifadə olunardı. Cavab C variantı. 13-cü sual. İspan dilində infanta nə adlanırdı? Qadın, kişi, uşaq. Uşaq infante adlanırdı. Infanta isə qadın. Cavab A variantı. 14-cü sual. Diogo Velázquezin hansı əsərlərini tanıyırsan? Ən məşhur əsərlərindən biri Meninadır. Əyrici qadınlar, Infanta Maria Teresa, Papa Innocenti, Kral Filipin atlı portreti. 15-ci sual. Hansı papaq növlərini tanıyırsan? Deməli, yappa papaq, takka papaq, motal papaq, şiş papaq və s. 16-cı sual. Papağın növlərindən birini seçərək rəsmini çəkin. Yəni, bu adlarını saydığım papağın növlərindən birini seçərək onun rəsmini çəkməyi tələb edir. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.